Dəyərli izləyicilərimiz, bugün diqqətinizə çatdıracağımız mövzu çox faciəvidir. Ziyalı bir ailənin acılar çəkməsi, xəstəliyə düçar olması barədə bir məlumatı sizlərin nəzərinə çatdırmağı özümüzə borc bilirik. Sultanov Hüseyn ağa Əliağa oğlu tərəfindən studiyamıza müraciət ərizəsi daxil olmuşdur. Ərizənin mahiyyətində Hüseyn ağa Sultanovun oğlu 33 yaşlı Tural Sultanov Leyla Medical Center ilə müqaviləsi əsasında çalışmış, klinikanın BUE Caspian LTD ilə korporativ müqavilə çərçivəsində həkim qismində Caspian Protector gəmisinə ezam edilmişdir. 27 sentyabr 2025-ci il tarixdə Tural Sultanovun dənizdə itkin düşməsini, özünü dənizə atması barədə valideynlərinə məlumat verilib və bu günədək tapılmayıb. Turalın axtarış prosesinin gedişatı barədə valideynlərinə heç bir məlumat da verilmir. Görəsən hansı səbəbdən Turalın itkin düşməsi hələ də müəmmalı qalıb. Artıq 3 aydır Turalın itkin düşməsi, onun axtarışı məxfi saxlanılır. Görəsən niyə? Bu hansı qanunvericilikdə yazılıb? Turalın valideynləri və onu sevənlər acı çəkməkdən artıq xəstə düşüblər. Heç bir qurumdan məlumat da verilmir. Dəyərli izləyicilərimiz, bu hadisə xilasetmə gəmisində baş verib. Bu hadisə gəminin kapitanı Qəzənfər Qurbanovun məsuliyyətsizliyi ucbatından baş verib. Bu hadisəni başqa cürə düşünmək olmur. İndi isə müraciət müəllifini dinləyək. Bizə məlumat verildi 27-si tarixində. Bilmirəm, kimsə mənə zəng verir ki, oğlunuz intihar edib. Tural Sultanov Hüseyn ağa oğlu filan gəmdə həmin o Leyla klinikasında kadrlar şöbəsinin müdürüdür ya kimdir? Lalə xanım adlı bir adam. Təbii ki, 6-cı gün idi, biz 1-ci gün klinikada olduq. Və belə mən deyərdim ki, müəyyən dərəcədə soyuqqanlıqla artıq 2-ci gün idi və 72 saat müddətində axtarış aparılır və 72 saatdan sonra bu deməli dayandırılır. Bizə qısa belə bir məlumat verildi, üzrxahlıq dilləndi və salam. Sonrasında təbii ki, biz valideynlər olaraq nə haqqısadır, kimdən məlumat alaq. Həmin o BUE şirkətinin idarə heyətində olduq. Eyni şey bunlar dedi, mən birinci çatanda dedim ki, belə bir hadisə olub. 72 saat yox, onlar dedi, yox, elə bir şey yoxdur. Qanunda var ya yoxdur, 72 saat müddətində deyil, biraz da artıq axtararıq və orada Steve adlı bir cənab, səhv eləmirəmsə, Caspian Protector gəminin rəhbəri ki, yox, biz bunu neçə gündə axtarırıq, müəyyən məbləğ pul sərf eləmişik. Yəni, onun bir sözü də ki, yadımdadır ki, siz bizi günahlandıra bilməzsiniz. Məni burada günahlandırmağa bəli, heç bir günahlandıra bilmirik. Sonraki dövrdə hər iki gəminin 2 kapitanı var. Biri Qəzənfər müəllimdə ilə söhbət elədim telefondan, bir də Emin Sultanov adlı bir yoldaşdır. Bunlarla söhbət elədim. Ayrı-ayrı təzadlı bir məlumatlar verilir bizə. Təzadlı məlumatlar verilir. Deməli, sonrasından da orada işləyən bir matros, bilmirəm, bizim qohumlardan ya yaxın ailələrlə kimsə əlaqə saxlayıb və günahlandırır ki, həmin o Qəzənfər müəllim olduğu dövrdə bunda bir hərəkətlərində qeyri-adilik başlayıb və biz ona müraciət elədik ki, siz deyin, rəhbərliyə deyin və bunu təxliyə eləsinlər Turalı gəmidən. Heç bir tədbir görülmədi və o deyir ki, həmin matrosu dediyinə görə və bu hadisə baş verdi. Sonrasından mən deyirəm ki, axı yaxşı, indi həmin o Qəzənfər müəllim hal-hazırda orada hadisə olanda olmayıb da, bunu başa düşdüm. Sən deyirsən ancaq günahkar Qəzənfər müəllim. Həmin Emin Sultanovun 11 gün müddətində yenidən kapitan olduğu dövrdə 11-ci gün ya neçənci gündə bu hadisə təkrarlanıb. Və siz niyə bir məlumat verməmişsiniz? Nə? Kimə xəbər vermişsiniz? Deyir ki, o psixoloji durumunda dəyişiklik getdi. Filan bəs mənkə, niyə bəs tədbir görməmişsiniz? Heç kəs, nə əvvəlki, nə sonraki
O cümlədən də Leyla Klinikası tərəfindən ayın 27-sində deyirsiniz intihar baş verib. Yaxşı, 26-sında baş verən hadisədən nə bu şirkəti, nə də siz valideynlərə heç bir məlumat verməmisiniz. Niyə? Niyə bir tədbir görməmisiniz bu haqqında? Yaxşı, deməli, həmin 26 tarixində olan hadisədə ki, deməli, bir gün əvvəl onu deyirlər ki, hərəkətlərində qeyri-adilik olub, filan bəsməkər. Həmin günü də güya bu ilə psixoloji bir müalicə aparırlar. Lamia adlı bir xanımdır. Yaxşı, bunun hansı statusla bunun psixoloji durumunu dəyərləndirmişsiniz? Lamia kimdir bu ilə? Niyə təxliyə eləməmişsiniz və bu hadisə baş verib? Bilirsiniz necədir? Mən bilmirəm. Onu intihar baş verib. İntihar nə deməkdir? Mən həm fikirləşirik. Bu evinin binasından özünü atılıb ki, intihar edir. Kaspian Protektor Xəzərin mühafizəsi deməkdir. Oğlum, sən öz işlədiyin gəmidə adamı mühafizə eləyə bilmirsən. Deyirsiniz ki, 26-sında psixoloji durumu dəyişib. Niyə təxliyə eləməmişsiniz, çıxarmamışsınız bunu? 27-si günü hadisə baş verəndə dalğa edib filan bəsməkən, bəs ondan bir gün əvvəl niyə eləməmişsiniz bunu? Bunları niyə görə nə klinika, nə bu şirkət bizə deyilməyib valideynləri, elə şey olarmı? Bunun ağrısını atsın bir çəkin, övlad bizimdir, həkimdir, illər boyu hər bir valideynin yetişdirdiyi uşaqdır. Yenə deyirəm, mən əvvəl gərək ki dedim, evdə hansısa bir binadan özünü atmayıb, gəminin içində bu hadisələr baş verə, siz niyə görə bunu yaxşı təxliyə eləməmişsiniz, nəzarət qoymamışsınız, əlaqədar xilas etmə gəmisi. Xilas etmə gəmisidir. Bəylər müəllim, deməli, xilas etmə gəmisi valideynə deyilmir. Sonrasından nədir? Biz klinikada olanda orada Vəli müəllim, şirkətdə, həmin o böyük, təsəvvürə gətirin, bir növü klinikanın direktoru ilə danışır. Direktoru kimdir? Sevda xanım. Familiyası? Bilmirəm, Sevda bilmirəm kimdir. Amma anasına dəqiq bir söz deyib ki, ana, mən orada adam 2 ay müddətində olsa dəli olar. Bu xilas etmə gəmisinin həkimidir. Gəmi də xilas etmə gəmisidir. Bunda belə bir şey baş veribsə də, niyə mühafizə olunmayıb? Heç kəs bir tədbir görməyib ki, bu hadisə baş verib. Sonra, bilirsiniz necədir? Adam deyir, bunlar deyə də yenə şey eləyib, nədir olur, intihar eləyib. İntihar eləyib, bir dənə kamera göstərir uzaqdan, mən gözümdə hep görürüm. Uzaqdan bir kamera və o bir kameralar hardadır, heç bir yerdə yoxdur. Qalxdı birbaşa, digər tərəfdən gəminin göyərtəsinə çıxmaq bunların qaydaları ilə qadağandır, olmaz. Nətər olur, yenə həmin vaxtda çıxdı və artdı. Və bunların hamısı sonrasını belə də qalıb. Bir daha xahişimiz nədir ki, mən uşağımın nə meyti var, nə dirisi var, yoxdur. Nə qədər bunu axtarırlar? Bu uşaq tempo özgüçülükü bilən olur. Çox yaxşı, çox yaxşı özgüçülük bilib, çox yaxşı. Burada nə baş verdi? Bilmirəm, onun niyə dəyişib onun psixoloji durumu, yeməyinə mi atmışsınız? Bax, elə kakraz ondan söhbət gəlib ki, fikir verin. Mən deyirəm ki, o gələndə, evə gələndə, onların bir ağır ayaqqabıları var. Çox keyfiyyətlidir, altı möhkəmdir, ağır damla. Amma intihar eləyən adam onu geyərdi, bir kutka geyərdi, ağır şeydir, çıxmayayım, gizlincə atardı özü. Bir növü elə bir ki, tullanır mən onu gördüyümdən və bu əl eləyir. Bu ayağın telefonu qoyur, bura çorabı çıxardır. Yəni dəqiq Yox, arxa fonu, onun kim gördü ki, yaxşı oxşuyur. Mən görmürəm. Şantaj kimi də göstərəm. Mən bilmirəm. 60 metr uzaqlıqda bir görüntüdür. Təsəvvürünüzə gətirin, nə deməkdir bu? Amma özü arxadandır, üz tərəfi yoxdur. Mən də tələb edirəm ki, mənim övladımın üzünü göstərir. Siluetidir, nədir? Yox, sonra Kaspian Protektoru mühafizə, sən öz cavan uşağı, üzgüçülük biləni, heç intihar eləmək istəyəni də qoymurlar intiharını. Nə tər olur bu baxdı? Sonra digər tərəfdən bu müddətin artırılması da şübhə yaradır. Mən ilk günlər deyirdim ki, ilk günlər deyirdi ki, güya ki, yox, bunlar kimsə görüb, haradasa nəsə batır eynir. Yox, yaxınlaşdıq, gördü bir suiciddə tapmışdım. Boğulmadı, nə bilim, zəhərlənmədir, nədir, hansısa kiçik xəsarətlər, ya bilmirəm, qanaxmaza deyilənə görə olmayıb. Bu itir. 3 aya yaxındır. Sonra aparıblar, sağ olsunlar, qısa müddətə nə oldu, nə axtardı, nə qədər axtarırlar, bir özləri bilir, bir Allahları bilir. Çünki bizə bir kəlmə, bir insan tutulur, deyir ki, başın sağ olsun, nə tərd işlər, nəsə oldu. Yox, yoxdur.
Nə qədər sonrasından baxdıq, nə bilim, gəmilər düşdü, filan bəsmənkar, indi deyin görüm. Yaxşı, bu adam dalğıc zat var da bir yalandan baxsın. Yəni məlumat verirlər ki, şeydir. Nədir onadır? 400 metrdir dərinlik. Sənə kim deyir ki 400 metrə in? Sən dalğıcla bir axtardın ki bu insanın ölüsün, yad edesin ki orada estakadadır, nədir o dəmirə ilişib, nə baxaq görək. Bir məgər şübhə yaratmır ki, kiminsə marağındadır ki, vapşı, indi mən bilmişəm də sonrasından təəssüf ki, həyat elədik ki, bu yaşımızı orada gördük. Fakt yoxdur, ortada şey yoxdur, cinayət yoxdur. Belə bir şey var, təsəvvürdə gətirirsiniz. Biz valideyn yaxı. Hanı mənim evladım? Bəzi nüanslar var ki, ekspertizada vurulma halıdır, zəhərlənmə halıdır. Mən elə gəlir, mənim sahəm deyil o. Orada ekspertizada göstərir, burada zəhərlənmə ola bilər. Yəni kimsə dayandırıldı, axtarıldı 3 gün, 5 gün. Yox, heç bir qurum yox, iş görmədi, axtarılmadı və hani bir daha biz yenidən müraciət edirdik Fövqəladə Hallar Nazirliyinə Cənab Kamal Heydərov var. Bəs indi axı hani biz valideynik yox, ağrımız, acımız var, haradadır mənim evladım? Bunu gəlir yenə 60 gün, söhbət ondan gedir ki 67-ci gündür. Nə haqla, necə saxlamışsın ona? Temboli, siz özünüz deyirsiniz ki bunun psixoloji durumu dəyişib. 67-ci gündə baş verir. Niyə? Nə əsasla? 2 dəfə baş verib bu. İndi o matrosun dediyinə görə ayın 1-2-sidir, o əvvəl Qəzəfər müəllim olandadır, sonrasında Emil Sultanovun vaxtında. Nə qədər həqiqətə. Bir jurnalist olaraq çox maraqlı. Niyə vaxtından artıq gedib durmalı? Bax, mənim maraqlı bu. Müddətdən artıq hansı qanuna əsasən? Biz dedik ki, şeydir, 2 aya kimi oldu. Bilmirəm, onun özünü deyir, imzası var ya, yoxdur, saxlanması var. 67-ci gün deyir artıq. Harda var elə bir şey? Biz bildiyimizə maraqlandığımızdan 60 gündən artıq istəsə də mümkün deyil. Yox, mən bilirəm, orada hansı həkim olmayıb, deyiblər sən hələ qal. Daha olubsa da məndə olan məlumata görə onların sertifikatı yoxdur, buraxa bilməyiblər gəmiyə. Bu qalıb orada. Yaxşı, sən qalan adamı, işi yola verən adamı belə mühafizə elədirir. Bax, nətər olur, bizə mənə deyirsən ki, uşağın intihar edib, siz deyirsiniz intihar edib. Nə qədər intihar da elə bilmək olmaz. Bəs 26-sında niyə məlumat verməmişsiniz ki, ay valideyn? Bəlkə anası deyir ki, mənə bir kəlmə söyləyirdiniz, mən uşağıma deyərdim. Əgər siz deyəndirsə də, nətər olur? Turalı sevən ailəsi var, bizim o ailə yoxdur, o ailə deyir bir-birinə qışqırsın, söz desin. Onu çox-çox sevən ailəsi var, çox-çox sevən. Təbii ki, əksər valideynlər kimi canından da sevən. Ağırlıdır. Təsəvvürünüzə gətirirsiniz. Niyə intihar eləməlidir bu Tural? Niyə eləməlidir? Onu sevən ailəsi var. Onu sevən ailəsi var. Onun gül kimi işi var. Ağıllı, savadlı, sağlam, yarı yaraşıqlı bir oğlandır. Savadlı bir uşaqdır. Hər vaxt, əlbəttə, o 67... Turalın anası olaraq ölkə prezidentindən, baş prokurorda nəyi xahiş etmək istərlər? Bizim ödərəm mən cənab prezidentimizdən, baş prokurorumuzdan, Daxili İşlər Nazirimizdən bir ana kimi, bir Azərbaycan vətəndaşı kimi, bir Azərbaycan övladının anası kimi xahiş edirəm, yalvarıram, mənim balamın işin tam şəkildə aydınlaşdırılsın. Bir dənə gizli şey qalmasın, mənim övladım 33 yaşına kimi amma oxuyub, əziyyət çəkib o nöqtəyə gəlib çatıncanlı. O çox əziyyətlər çəkdi, o çox qayğıkeş, o zəhmətkeş bir övlad idi, inanın Allaha. Çox sakit, o qədər ağıllı, təmkinli bir övlad idi ki, o cürə övlad itirmək çox böyük bir faciədir, bir anı üçün, bir atı üçün, bir onu sevən ailə üçün. İnanın Allaha, o atası biraz xəstələndi, o şiş xəstəliyi oldu. O heç bir yerdə özünə rahatçılıq tapmırdı. Deyirdi, hər şeyi özüm eləyəcəm, narahat olmayayım. Onlardan xahiş edirəm, yalvarıram onlara, mənim övladımın işi tam şəkildə, aydın şəkildə araşdırılsın, araşdırılsın. Mənim övladımı intihar eləyən övlad deyildi. O 2 aydan artıq əgər
Onların saxlamaq orada hüquqları yox idi. Niyə saxlayıblar? Mən çox narahatam, hamısı. Çox rahatdır. Klinikada, şirkətdə çox rahat davranırlar. Həddən artıq rahat Hələ davranırlar. bizə bir klinikada söz də deyir ki, bir növ məni qorxuzuyor. Nə qorxuzu? Mən Çox oğlum, rahat yoldaşımla davranırlar, nəyə getmişəm, arxayındılar? iki kişi yanımızda, biri çöldə, xanımın qəbrində. Tələb etmək. Yox, deyir ki, deyirəm də, hə, qorxutmuyor. Yəni ki, biz qorxuyor, amma bizim hamımızın dirəndiyimiz, arxamızda duran bütün ölkədə Mənim evladım prezidentimiz var canım. çöldə Ondan bəri eləməyib. qorxutlanmaz. Əlbəttə ki, biz prezidentimizə, biz baş prokurorumuza, Daxili İşlər Nazirimizə Yoxdur uşaq. arxayınlıq Azərbaycan qanunları var. Qanunları var. Onun altından heç kəs qaça bilməz. Hekayələr Sadəcə mənə olaraq şey, tezi yenə- var. O idman ləvazım, uşaq idmanla məşğuldur. Təzə alıb qoyub gedir ki, gələn. Evinə mətbəx mebeli yığdırır. Bu da Düzdür, burada, idman baxırsan. alətləri, sonradan baxmışam, idman alətləri alıb qoyub, çox idmanla məşğul olan bir uşaq idi. Başqa hobisi yox, ancaq məşğul olsun. Mən idmanla məşğul olurdu, amma oxuyurdu. Vəssalam. O evdə Bax, bu intihar faciəli olmayıb, şey deyil. küçədə olmayıb, çöldə bayır, iş başında, iş yerində olub. Səbəb nədir? Yaxşı, bunlar elə bir ki, Səbəb və səbəbkarlar. qədər hələ də məlumat vermirlər. bir də nə, deyən ki, o hadisə Heç baş kəs. verən bir insan, ya şirkət tərəfindən, yaxud klinik bir insan deyirmi ki, ay valideyn, biz ağrımız, acımız var, sizi başa düşürük. Heç kəs məlumat vermir. Kəmaləddin Bir ana- müəllim Heydərova Hə. yenə də xahiş olunub, yenə axtarış, bu axırıncı bu sırağa gün yenə axtarış gedir. Bu- Amma biz xahiş edirik ki, tapılıncanlıq övladımız ölüsü ya dirisi, tapılıncanlıq axtarış geçsin, yalvarıram, axtarış geçsin. Artıq böyük bir faciənin üçün bizim ailə inanın ki, məhv olub. Artıq bu acıya dözmək çox çətindir. Heç kəs Allah yaşatmaz. Bunlar ilk günlər, deməli, bir-iki dəfə zəng verdim o, həmin o Kaspiyan protektorun qadıldı bu şirkətinə. Orada Vadim adlı bir yoldaşdır. Bir-iki dəfə zəng eləyəndə dedi, ay müəllim, mənə xahiş edirəm zəng eləmir. Mənə icazə vermirlər məlumat demək. Mən burada sırağı Yəni mən valideynəm, mənə məlumat verir. Yox, başqa heç kəsə zəng vura bilməzsən, götürmürsən. Deyirəm belə, yo olmaz, nə buradan, nə oradan. Mənə zəng vurum, bir-iki dəfə zəng vurdum. Şey gedir, zannet. Bax, gör günə. Nətər bizim durumumuz nə vəziyyətidir, neyəyək biz? Prokurorluqda da işlən gedir. Yəni başlardan nə xahişiniz var ki, bu məsələ Biz gedirik ora, getməsik, oradan da bir məlumat yoxdur. Prokurorluqdan, müstəntiqin əlindədir indi. Biz qaqraz ona, mən bilmirəm, o maddələr var. Biz indi hələlik ki, bu cinayət işi açılıb, o intihara sövq maddəsinin, amma bu ən azı vəzifə səhlənkarlığıdır. İstər o klinikanın, istərsə də gəminin, bu Kaspiyan protektordur, yaxud bunların aid olduğu bu şirkət. Birbaşa vəzifə səhlən, insan ölümünə gətirir. Bizim istəyimiz, onların deyir ki, onların heç maraqlı deyil. İstəyimiz, tələbimiz, xahişimiz. Avqustun 17-sində 33 yaşı tamam olub, cəmi heyət tərəfindən qeyd olunur. Bəli, Yəni bunu yəqin ki, məlumatınız gəlmişdir. əlbəttə, bəli. Bax, cəmi heyəti, ümumiyyətlə gəminin kapitanı Qəzənfər Qurbanov bu yaşla bağlı qeyd parasını sizə bir söz deməyim. Yox, Sizin onlar söhbətiniz olub Hüseyn ağa müəllim. Yox, mən olmayıb, sadəcə olaraq şəklini görmüşəm. Anası gətirib göstərir ki, Turalın adı günü 17-sində olurdu. Evdə Qeyd olunub, bəli, özü və ondan ötürü sağlıq minnətdarlığımızı bildiririk. Mən nə deyim, başqa şey deyə bilmərəm axı. Hə, amma bu sondakı hadisələr nədir? Biz ən Gəmidə kim nəsə qərəzli hal yaranır. Onu bizə soruşublar, mən bilməmişəm, olmuyor. Biz bildiyimiz məlumat. yox, Tural söz danışan deyildi, qəti Faciə şəkildə. oradadır ki, Tural Qəti heç bir şəkildə. şey demirdi. İşdə problem Qətiyyən olsun, demirdi, nəsə neynəsə? ağırlı, nə olur olsun 34 yaşında artıq uşaq heç bir şey danışmır. demirdi. Tapışım o deyirlər ki, indi mən bir dənə şey deyim, o az adam o imtahanı verə bilib, ya o testi keçiddə atırlar deyilənə görə vertolyotdan dənizə düşür, o çıxır. O bir dənə başlı bu verib. İndi nə qədər həqiqət deyərdir. Yəni Yox, adamlar öyünər ki, həyatı mən belə elədim, heç kəs keçərdim. Yox idi bunda. Geçsin alsa testi versin, gəlsin. Yüksək nə qədər- Falan şey testi şey verirdi. İmtahandan ballar Nə olsun yığardı. vermişəm. Uşağın mənə elə gəlir ki,
tapılmamasında bunların məsuliyyətsizliyi ucbatındandır. 100%. Mən bax burada bu baş prokurorumuzdan, Daxili İşlər Nazirimizdən ən böyük xahişim və tələbim odur ki, 125-ci maddə, 314-cü maddəyə tövsif olunsun. Çünki bu adi intihar deyil. Bəylər, mən yenə də bilmirəm, yəni kimsə atır özünü, binanı, evində olan deyir, bu boyda gəmidə baş verən, iş başında olan bir həkim deyir. Hə, nətər xilas Bu elədik? kənarları, baş hadisələri dənizdə... Mənə çox şübhəm var onu. Mən öz gözümlə görüm, 3 dəqiqə ərzində xilas edici qayıqlar enir gəmidən. 3 qayıq enir, 3 dəqiqə ərzində və 5 dəqiqə ərzində çatır güya ona. Amma o özün batırır dediklərinə görə. Necə 5 dəqiqə ərzində bir insan özün batıra bilərmi? Mən bir ana olaraq möhtərəm cənab prezidentimizdən artıq dərəcədə xahiş edirəm. Mənim oğlum Tural Sultanovun axtarışına göstəriş verilsin ki, tapılana qədər axtarılsın. 3 aya yaxındır artıq, sentyabrın 27-sindən bugünkü günə kimi. Ara sıra deyilənlərə görə axtarışlar olub, amma heç bir nəticə yoxdur ortada. Güya mənim oğlum intihar edib. İntiharın səbəbkarları nədir? Tam aydın şəkildə xahiş edirəm möhtərəm prezidentimizdən göstəriş verin ki, bu tam şəkildə aydınlaşdırılsın və baş prokurorumuzdan Kamran Əliyev müəllimdən xahiş edirəm göstəriş verin. Mənim oğlumun bu işi tam şəkildə aydınlaşdırılsın və üzə çıxsın. Mənim oğlum 3 aya yaxındır yoxdur, axtarılmır. Və axtarılırsa da heç bir nəticə yoxdur, heç bir bizə məlumat verilmir. Xahiş edirəm sizdən, artıq dərəcədə yalvarıram sizə bir ana kimi, bir Azərbaycan övladlarının anası kimi. Yalvarıram sizə, mənim oğlumun axtarışına tam aydın şəkildə göstəriş verilsin, tapılıncanlıq, ya ölüsü, ya dirisi bir ana kimi sizdən xahiş edirəm. Göstəriş verin, axtarılsın və bunun işi tam açılsın. Klinikanın, şirkətin bu qədər rahat davranmağının səbəbi və səbəbkarlar kimlərdir? Kimlərdir? Mənim övladımın 3 aya yaxın müddətdən artıq orada qalması hansı qanuna əsasən onlar onu orada saxlayıblar. Əgər mənim oğlumun psixologiyasında dəyişiklik var idisə, niyə təxliyə etməyiblər? Niyə ailəyə xəbərdarlıq olunmuyor? Mən bunlara tam aydınlıq gətirilməsini istəyirəm. Başqa bir şey istəmirəm. Balamın, övladımın tapılmasını istəyirəm. Və günahkarların ortaya çıxıb və cəzasını almasını istəyirəm. Mən bugün bu faciəni yaşayıb, bu ağrını yaşayıramsa, sabahları başqaları yaşamasın. Yaxşı, bu qədər inşallah bizə bir media nümayəndəsi olaraq bu məsələ ilə bağlı yuxarı instansiyaların hamısına yenidən bir məlumatı verəcək. Ölkə başçısının elektron poçtuna bu süjeti atacaq və öz efirimiz vasitəsilə dünyaya yayınlayacaq. Narahat olmayın, Allah sizə səbir versin. Tərəfdirməyin özü.